Hər kəsə salam. Bugün şagirdlərin çalışdığı bir məqamı diqqətinizə yetirmək istəyirəm. Bildiyimiz kimi fruit sözü, yəni meyvə sözü ümumi məna daşıdığı üçün cəmlənmir və artikulla işlənmir. Yəni biz bir dənə almanı görəndə a fruit deyə bilmərik. Bəs nə zaman cəmləyə bilərik? Fruit, meyvə. Fruit, meyvə. Fruit, meyvə. Fruits, meyvələr. Bu nə deməkdir? Bu o deməkdir ki, bir alma meyvədir. Çoxlu almalar yenə meyvədir. Bir ton almalar yenə meyvədir. Amma əgər müxtəlif növ meyvələrdən söhbət gedirsə, biz bu zaman fruits işlədəcəyik. Yəni fruit, 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 fruits.